بسم الله الرحمن الرحيم الحمد لله الذي أرسل رسوله بالهدى ودين الحق ليظهره على الدين كله ولو كره الكافرون والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه والتابعين أما بعد. Dəvətçi insanların, dəvətçi şeyxlərin, dəvətçi alimlərin dillərində əzbər olub əslində zəif olan hədislərin zəifliyinin bəyanı babından növbəti rivayəti zikr edirik. Əslində zəif rivayətlər o qədər çoxdur ki, onların hər birini bir bəyan etməyə cəhd etsək, buna ömrümüz və vaxtımız yetməz. Sadəcə olaraq dediyimiz kimi məşhur olanlarından mümkün qədər zikr edirik ki, insanlar zəif hədislərə yönəlməsinlər. Növbəti rivayətimiz hədis kana yu'tiru bi thalath rakaat rivayətidir. Yəni Rasulullah sallallahu aleyhi və səlləm 3 rəkətlə bitir edərdi. Məzmunda rivayətlər var. An Abdurrahman ibn Abza an Abi Ubey ibn Ka'b anna Rasulullah sallallahu aleyhi və səlləmə kana yutiru bi thalath rakaat kana yaqra'u fil ula bisabbih isma rabbikal a'la وفي الثانية قل يا أيها الكافرون وفي الثالثة قل هو الله أحد ويقنط قبل الركوع فإذا فرغ قال عند فراغه سبحان الملك القدوس 3 مرات يطيل في آخرهن. Bu rivayətdə zikr olunur ki, Rasulullah sallallahu aleyhi və səlləm 3 rükətlə bitir edərdi və ilk rükətdə Sabbih ismə rabbikəl a'la surəsini, ikinci rükətdə Qul ya eyyuhəl kafirun, üçüncü rükətdə isə Qul huvallahu əhəd oxuyardı və rüküdən əvvəl qunut tutardı, qunut edərdi və namazı bitirdikdən sonra 3 dəfə Subhanəl Məlikil Quddus deyərdi və axırıncını uzadardı. Və fi rivayə kənə Rasulullah sallallahu aleyhi və səlləmə yaqra'u fil vitri bisabbih ismə rabbikəl a'la və fil rəq'ati thaniyə قل يا أيها الكافرون وفي الثالثة قل هو الله أحد ولا يسلم إلا في آخرهن ويقول يعني بعد التسليم سبحان الملك القدوس 3. Bu rivayətdə isə zikr olunur ki, Rasulullah sallallahu aleyhi və səlləm bitirdə ilk rükətdə Sabbih ismə rabbikəl a'la, ikincidə Qul ya eyyuhəl kafirun, üçüncüdə Qul huvallahu əhəd oxuyurdu və heç birində salam vermirdi, ancaq son rükətdə salam verirdi və salamdan sonra isə 3 dəfə Subhanəl Məlikil Quddus deyərdi. Və digər rivayətlər də oxuyun ki, hansı ki bu məsələ ilə bağlı eyni məzmundadır. İnşallah təxricinə baxsaq. Əxrəcəhu İbn Əbi Şeybə qalə həddətənə Muhammed İbn Əbi Ubeydə qalə həddətəni Əbi anil A'məş an Talha عن ذر وعبد بن حميد قال أخبرنا عبد الرحمن بن سعد قال أخبرنا أبو جعفر الرازي عن الأعمش عن زبيد وطلحة عن زر. وابن ماجه قال حدثنا عثمان بن أبي شيبة قال حدثنا أبو حفص الأبر قال حدثنا الأعمش عن طلحة وزبيد عن زر. وفي رواية قال حدثنا علي بن ميمون الرقي قال حدثنا مخلد بن يزيد عن سفيان عن زبيد اليامي. وأبو داود قال حدثنا عثمان بن أبي شيبة قال حدثنا أبو حفص الأبر قال حدثنا إبراهيم بن موسى قال أخبرنا محمد بن أنس عن الأعمش عن طلحة وزبيد إلى آخر التخريج. Yani bu həmişə dediyimiz kimi, yani bu təxrici uzun uzadı oxuyub sizi yormaq kimi bir niyyətimiz yoxdur. Sadəcə olaraq yani bilinsin ki, yani bunlar elhamdülillah yani mevcuttur və oradan oxuyuruq və dediyimiz kimi rivayətin mədarı yəni kimin üzərindədir? Xamsatuhum Zirr ibn Abdullah və Zubeyd və Talhatul Əyami və Qatada və Azra. Yəni bu 5 nəfər ki, rivayətin mədarı bunların üzərindədir. An Sa'id ibn Abdurrahman ibn Abza an abihi fəzəkərə. Yəni onlar da Sa'id ibn Abdurrahman ibn Abza, o da atasından və zikr etmişlər rivayəti. Və fi rivayə عند عبد الله بن أحمد ابن عبد الرحمن ابن أبزة. Diğer bir rivayette ise İbn Abdurrahman ibn Abza diye zikrolunmuştur. Kâle Abu Abdurrahman el-Nesai عقب رواية سفيان عن زبيد وقد روى هذا الحديث غير واحد عن زبيد فلم يذكر أحد منهم فيه ويقنط قبل الركوع.
Nəsai rahimehullah deyir ki, Süfyan rivayətinin arxasında deyir ki, bu rivayəti bir çoxları zikr etmişlərdir və heç biri, yəni Zübeyddən zikr etmişlərdir və heç biri deməmişlərdir ki, rüküdən əvvəl qunut edərdi Rasulullah sallallahu aleyhi və səlləm. İndi isə bu rivayətlərdə zikr olunan əsas mədarı kimin üzərindədir? O iki şəxsi zikr elədi. Sa'id ibn Abdurrahman ibn Abza el-Xuza'i mevlahum el-Kufi thiqa minəth-thalitha. Yəni təqribdə İbn Hacer Əsqalani yəni bu adama vəsf edərək deyir ki, güvəniləndir, 3-cü təbəqədəndir. Bundan sonra isə Musnadul Musannaful Muallal kitabının müəllifləri, yəni o 6 nəfər və ya 8 nəfərdən ibarət olan heyət deyir ki, Qala Əbu Zur'a Ər-Razi, yəni onlar da qədim alimlərdən, onların qovullarını zikr edirlər. Əbu Zur'a Ər-Razi böyük hədis alimlərindəndir, illət alimlərindəndir. Zikr edir ki, Sa'id ibn Abdurrahman ibn Abza an Uthman mursal. Yəni bu ravinin Osmandan rivayətləri mursaldır, yəni onunla görüşməmişdir. Əl-Mərasil kitabı İbn Əbi Hatimdə 257 nömrəli qovul. Və qal el-Ala'i Sa'id ibn Abdurrahman ibn Abza qila innehu rava an Vasilata ibn al-Asqa' və fihi nazar. Cami'at Tahsil 63 və 200. Ala'i Cami'at Tahsildə deyir ki, 236 nömrəli rivayətdə deyir ki, Sa'id ibn Abdurrahman ibn Abza deyilmişdir ki, o Vasila ibn al-Asqa'dan rivayət etmişdir. Bu da yəni bunda da baxmaq lazım. Fihi nazar kəlməsi, yəni onda problem olduğuna işarədir. Digər bir ravi Abdullah ibn Abdurrahman ibn Abza el-Xuza'i mevlahum el-Kufi məqbulun minəl xamisə. Yəni burada da təqribdə yəni İbn Hacer zikr edir ki, məqbuldur, 5-ci təbəqədəndir. Abdullah ibn Abdurrahman ibn Abza haqqında deyir. Elə deyir ki, isnadı zəifdir. Abdullah ibn Abdurrahman ibn Abza, yəni bunun haqqında uzaq başı deyiləsi söz İbn Hacerin deməsidir ki, məqbuldur. Zaten məqbul deməsi yəni zəif olmasına işarədir və bu da dəlildir ki, bu ravi zəifdir. Qala Şu'bə lam yudrik Abdullah ibn Abdurrahman ibn Abza aliyan. Yəni Şu'bə ibn al-Haccac ibn Vard el-Ataki Əbu Bistam el-Vasiti, yəni hədis alimlərinin müəllimlərindən biridir, böyük hədis alimidir. Zikr edir ki, Abdullah ibn Abdurrahman ibn Abza Ali ibn Əbi Talibə çatmayıb, yəni onunla görüşməmişdir. Bu qovulda Əl-Cərh və Tə'dil kitabında 1-ci cild səhifə 129-da oxuya bilərsiniz. Və bununla da bəlli olmuş olur ki, Rasulullah sallallahu aleyhi və səlləm vitri 3 rükət heç birinə salam vermədən qılardı və 1-ci rükətdə Ə'la surəsini, 2-ci rükətdə Kəfirin, 3-cü rükətdə İxlas surəsini oxuyardı və salamdan sonra Subbuhun, Quddusun, Məlikul deyə zikr ki vardı, oxuduq. O zikri də etməsi, yəni bu hədis zəifdir və zəifliyini bəyan etdik. Allaha həmd olsun və axiru da'vadan elhamdülillahi rabbil alemin.